cinsi zəiflik yaradan vasitələrə, məsələn, gündəlik məişətdə buna siqareti əlavə eləmək olar, yəni tütün məmulatlarının istifadəsini əlavə eləmək olar ki, bunlar da cinsi zəiflik yaradır. Yəni bildiyimiz kimi penis bu damardır, damarlı quruluşa malik olan bir orqandır. Siqaret də bildiyimiz kimi orada olan maddələr damarların quruluşunu pozur, onlarda qanın dövr etməsini əngəlləyir. Ona görə bacardıqca nikotindən, yəni siqaret vasitələrindən qaçmaq lazımdır, onlardan istifadə eləmək məsləhət görülmür. Bir də qeyd eləmək istəyirəm, bu müəyyən içkilər var da, sərinləşdirici içkilər, fanta, kola, limonadlar. Bunların hamısına çoxlu miqdarda şəkər qatılır. Çoxlu miqdarda. Bu şəkər də təbii ki, qanda insulini artırır və yenə dediyim kimi dolayısıyla insulin də testosteronu vurur salır. Yəni ona görə bunlardan da qaçmağınız məsləhətdir. Daha sonra tonuslandırıcı içkilər var, hel, bizon, cürbəcür adlarda. Bunlar da yenə bədəni stres vəziyyətinə gətirir. Yəni böyrəküstü vəzləri qıcıqlandırır. Böyrəküstü vəzdə qıcıqlananda, bu kortizol ifrazı artanda bunlar qanda testosteronun miqdarını azaldılar. Yəni insan orqanizmi belə qurulub. Stres yarananda, həyəcan yarananda heç vaxt orada testosteron özünə yer tapa bilmir. Yəni testosteron üçün orqanizmdə sakitçilik, rahatçılıq lazımdır ki, kişi hormonu burada iş görsün. Yəni artsın, normal fəaliyyət göstərsin. Əgər insan stressdədirsə, orqanizm gərgindirsə, bu momentdə artıq testosteron fəaliyyət göstərə bilmir, parçalanır. Onun istehsalı aşağı düşür. Ona görə özünüz də bacarın ki, çalışın ki, bacardıqca streslərdən, əsəbdən, bacardıqca qaçasınız. Bu, belə vəziyyətlərdən bacardıqca uzaq olasınız. Bu yeməklər barədə bu qədər. Gələn çıxışımda cinsi funksiyanı yaxşılaşdırmaq üçün hansı hərəkətlər lazımdır, o barədə də qeyd edəcəm. Yenə deyirəm, cinsi funksiyanı yaxşılaşdırmaq, cinsi zəifliyi aradan qaldırmaq üçün ancaq hansısa dərmanlara, məcunlara ümid olmaq olmaz. Bu cinsi funksiya insanın özündən əmələ gəlib. Allah bunu onun özündə yaradıb. Bunu